Xam Hamınıza salam dostlar. Bu videoda sizlərlə birlikdə bütün Brawl Pass alacağıq. Bütün Brawl Pass'ı son qədəməyə qədər maksiyazlayıq dostlar. Bu videoda sizlərlə birlikdə Brawl Pass Plus çəkişimiz olacaq. Brawl Pass Plus çəkişinə qatılmaq üçün hatta birlikdə Brawl Pass Plus çəkişimiz olacaq dostlar. Brawl Pass Plus çəkişinə qatılmaq üçün dostlar alttan video like atırsınız, kanala abone olursunuz və videonun sonuna qədər izləyin. Videoda sizə açıqlayacağım. Dostlar, Brawl Pass Plus qazanmaq üçün nə eləmək lazımdır? Önce video atdım, like atırsınız, abone olursunuz. Çoxdan 4 aya yaxın YouTube kanalına video atmırdım. Dedim bu gün olar. Önce video atdım, like atırsınız, abone olursunuz və Brawl Pass qazanmaq üçün video atdım, like atırsınız, abone olursunuz. Aranızdan bir nəfərə Brawl Pass Plus verəcəm, amma 100 like-da verəcəm. 100 like-da verəcəm Brawl Pass'ı. Onca başqa hesablarınızdan keçin, başqa hesablardan bu videoya like atınca like sayı artsın. 100 like-da kim çox like atıbsa, yəni hansı hesabdan o adamı seçəcəm. O adamı Brawl Pass Supercell Store'dan Brawl Pass Plus göndərəcəm. Onca atdığım videoya like atıb. Dostlar, Supercell Store'dan özümə Brawl Pass aldım dostlar. Gördüyünüz kimi buradan bəzi öyələri də mənə təslim elədi. Gördüyünüz kimi buradan Brawl Pass etkinləşdirdi dostlar. Sizdən bir də Brawl Pass alacağıq, son qədəmə qədər maksiyazayıq və içindəki ödülləri toplayacağıq. Dediyim kimi bu videoda sizlərlə birlikdə Brawl Pass Plus çəkilişimiz var. Qatılmaq üçün video like atırsınız, abunə olmayı unutmayın dostlar. Plus almadım, özüm plus almadım ki, məncə hələlik plus almayacağam. Bir dənə Brawl Pass alaq. Çünki bu sözün ilk sezondur ki, yəni Brawl Pass alıram dostlar. Brawl Pass Plus sözünü inşallah bundan sonraki sezonda alacağım Brawl Pass Plus'u. Gördüyünüz kimi dostlar, burada bu qədər ödüllərimiz, 23-cü kademaya qədər ödüllərimiz var. Hamısını açacağıq sizlərlə birlikdə dostlar. Bunu hər şeyi yüksəltmirəm, bunu sonra yüksəldəcəm dostlar. Burada kaynak ödülləri var, bunları alacağıq. Deməli dostlar, İlk öncə sizlərlə birlikdə görevləri eləyək, kademəni atlayaq. 59.000 kupayıq, 2023-cü hesabıdır. Hesabı da maksayacağıq bu videoda sizlərlə birlikdə. Burada bütün görevləri eləyəcəyik dostlar. Burada 30 düşman yox et, 3000 XP verir bizə. Bu görevi də eləyək sizinlə bir yerdə dostlar. Burada ən yaxşı mod məncə savaş topudur dostlar. Savaş topunda burada hansı karakteri alaq? Məncə buradan efsanevi karakterlərdən birini alaq. Hansını alaq? Pirs gedər. Kenji gedər, Kes gedər. Məncə buradan Pirs alaq. Pirsin ultisi falan, yəni adam öldürmə işə yarayır. Buradan Pirs'i alaq və 30 düşmaya qədər 3000 XP-mizi alaq. 3000 XP alaq, Brawl Pass'ı irəliyək biraz dostlar. Qarşımızda Dynamite, Colt, bir də Gale var. Məncə rakip takım asandır. Buradan Colt'umuzu öldürək ən yaxşısı. Biz kaos yanılacaq. Bax, bir nəfəri öldürdüm incən. Bu Pirs'in attığı yerdə şey var ya, toplar var ya, toplar çox işə yarayır məncə. Bir dənə də atmır, 3-4 dənə dalba atır. Onu da rakip takıma vuranda öldürməyimizə nədən olur dostlar. Buradan baxaq, gol atmadan öncə adamı öldürməliyik bu savaş topunda. Ən yaxşısı kill alaq birinci. Bir dənə Gale öldürə biz, Colt buradan işləsin. Sizə bir dənə kaos eləyə buradan, heç olmasa bir 30 nəfərdən 10 nəfər öldürək də bu maç. Məncə öldürə bilir. 2 nəfər izləyir bizi yuxarıdan, 2 nəfər izləyir. Baxın, bunun ultisinə baxın indi. Baxın. Görürsünüz dostlar, bir dənə ulti ilə 2 nəfər öldürdüm. Bir ulti ilə 2 nəfər öldürdüm. Məncə yaxşıdır. Bir də Facecam videosu atmıram, fərq edirəm. Niyə Facecam atmadım? Kamera yoxdur. Kamera olandan sonra Facecam videosu atacağım dostlar. Gəlin indi bu adamları öldürək. Baxın. Bunlar botdur, yoxsa nədir? Burada atır. Baxın. Gördünüz, toplara baxın. 3 nəfəri birdən öldürdüm dostlar. Bir dənə topla 3 nəfər öldürdüm. Hasarları da çoxdur topların. Gol atdı. Hasarları çox toplanınca adam öldürmə məncə asandır, mənim fikrimcə. Pirs ən yaxşı modda savaş topudur Pirs'də. Ən yaxşı. Bax, görürsünüz Colt necə öldürdüm mən toplarla. Dən qəşəngdə gol ataq. Qəşəng. Oyda 10 nəfər öldürdüm dostlar. Mən fikir verməzdim 10 nəfər öldürürüm. 10 nəfər yıldız oyuncu olduq. Ona görə deyirəm ki, burada Pirs'lə yaxşı bir dənə görev atlayacağıq. 30 nəfər tez bazar eləyək. Düşüş kupa da verdi 5 dənə. 10 nəfər öldürdük. Bizə istək atdılar. Nəysə. Burada bizə kaos adresi gəlir günlük səfərlərdən bir efsanəvi olsa dəstansı. Yəni buradan efsanə versə bizə süper olar. Dəstansı 2-yə bölündük. Qəşəng bir gizəmli verərsən bizə. Nəysə. Dəstansı
Kredi verirsə olmasa bir karakteri açıq Najan ala bilmədim mən. Bu videoda Najan açacağam dostlar. Bu videoda Najan açmağı düşünürəm dostlar. 23 nəfər öldürmüşük dostlar. 7 nəfər qalıb. Bir maçda birisini atsaq məncə tamamlayarıq görəvi. Heç olmasa bir 26-27-ci kademaya qədər sürək maçı. Qarşımızda Jesse, Mage, bir də Box Spike var dostlar. Savaşımıza başlayaq. Bu maçdan sonra ən az 7 nəfər öldürməliyik. Bugün ölməyin, indidən ölməsi uduzduq dostlar. Amma 3 nəfər qalıb. Bir maçda oynasaq 3 nəfər öldürəcəyik dostlar. Qarşımızda Rico, Melody, bir də Leon var. Bizdə isə Mina, bir də Primo var. Bir də mən Pris varım. Dostlar buradan kimi kəsək. Bu maçdan sonra görəvi tamamlayırıq dostlar. Görəvi tamamladım. Yəni gol ata bilmədim. Halaldır sən. Nəysə. Bu maçdan sonra görəvi tamamlayırıq dostlar. Görürsünüz bir dənə Melodunu da öldürsəm 3 nəfər qalır. Bir dənə Melodunu öldürsəm və Cabra. Qəşəng Melodunu buna kəsdik dostlar. 3-də 3 qəşəng. Bu maçdan sonra görəvimiz də tamamlandı dostlar. Brawl Pass'ı tüm qadamaya qədər maxsacağıq. İçindəki ödülləri açacağıq. Baxaq bizə nə çıxacaq. Son saniyələrə 13 saniyə, 12 saniyə deyəndə 11-ci saniyədə Roşka gol atdı. Yəni mən gol atdım dostlar. Oy 12 nəfər öldürmüşük dostlar. Məncə bayaqki 10 nəfər öldürmüş. Bu maçda 12 nəfər öldürdü. Burada gördüyünüz kimi görevimizi tamamladıq. 30 düşman yox etdik görevimizi tamamladıq. Buranın günlük səfərdən Ender verdi. 3 tane kaos sətiyyəsi açacaq sizdən bir də Ender, Süper Ender, Destansı, gizəmli olsa like atırsınız. Destansıda qalan siz yəni like atın ki Brawl Pass kazanasınız. 100 like-da bir dənə Brawl Pass deməkdir. 200 like-da 2 Brawl Pass deməkdir. Ender, bonus Ender'də qalmış, Süper Ender, Destansı, efsanevi atsan. Destansı da, yenə Destansı bir şey olmaz. Son bir dənə qaldı. Bundan bir efsanevi versən, yaxşı bizə kredi lazımdır. Kredi olsa hesabımız maksanacaq dostlar. Süper Ender 2-yə bölündü. 4-ə bölündü. 8-ə bölündü. Bir dənə Destansı atdım. 8-ə bölünmüş. Sonra bir Destansı gizəmli verərdən yaxşı çıxardı içindən. Nəysə, bu da yaxşıdır. Buna da şükür. Görevimizi tamamladık dostlar. 3000 XP də gəldi. 27-ci kademaya qədər maksandıq dostlar. Buradan yeni görevimiz var. 15 elmas 1500. Bunda bu videoda bütün Brawl Pass ödüllərini açmayacağım. Bundan sonraki videoda atacağım. Yəni tüm qədəməyə qədər maksimum 60-cı kademeden sonra bir dənə video atacağım. O videoda bütün Brawl Pass pulsu açacağıq sizdən birlikdə dostlar. O videoda həmin adamın çəkilişini eləyəcəm sizlərlə. Videomuz məncə bura qədər bəs idi dostlar. Videomu bura qədər izlədinizsə, sona qədər izlədinizsə bu daqiqanı yazıb video like atın. Amma bundan öncə bir dənə Najan'ı da açaq. Videomuzu burada sonlandıracağıq dostlar. Buradan bu qədər kredini 100 kredi götürüm, yoxsa buradan 25-ci kademeden 1500 kredi götürsəm elə açılmış oluruq, yəni 2 dənə bu kredilər alaq. Qalanları da bundan sonraki videoda açacağım dostlar. Və buradan 101-ci karakterimiz Nejimiz gəlir və Mars şöhrəti 3-cü səviyyə. Bundan sonraki videodan bəlkə Mars şöhrətini qurtardıq, Mars şöhrətini keçdik dostlar. Dediyim kimi bundan sonraki videoda bütün Brawl Pass'ı makslayıb ödüllərini açacağıq dostlar. Videomu bura qədər izlədinizsə video altdan like atırsınız, abunə olursunuz və buradan Najamızda 11 səviyyə eləyə dostlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Bundan sonraki videoda həm Brawl Pass'ı tamamlayacaq, həm də Najan'ı 1000 kupa eləyəcəyik dostlar. Altdan video like at, abunə olmayı unutmayın dostlar. İnşallah bundan sonraki videoda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Öpürəm sizi. Brawl Pass kazanmaq üçün videoya 100 like alandan sonra Brawl Pass kazanacaqsınız. Özünüzə yaxşı baxın və bay bay.